Gençler salam. Uzun aradan sonra yeni video ile karşınızdayım. Yeni videoma hoş geldiniz. Üstündən 1 ilə yaxın 8 ay vaxt keçib və mən yenə də Kurtkadayam. Bundan öncəki videoda da qış idi, yenə qışdı. Üstündən bir mövsüm keçib. Bu artıq ikinci sezonun birinci bölümüdür. 30 dekabr. Hava hardasa 0 dərəcədir. 2025'in son günləridir. Bu arada yeni ilinizi bəri başdan təbrik edirəm. Birinci sezonda 15 video, 12 vlog olmaq üzərə 12 bölümlük, 15 bölümlük video paylaşmışdım sizinlə. Ondan sonra çoxlu şeylər baş verib. Yəni sayısız hesapsız şeylər baş verib və bu videoda sizlərlə bütün bu baş verən şeyləri bölüşmeye çalışacağım. Bu arada bu videoda pox kimi senzura var. Onu əvvəlcədən deyim. Amma senzura o demək deyil ki, söyüş yoxdur falan. Onu nəzərdə tutmuram. Bəzi şeyləri məcburam ki, danışmayım. Çünki bu müddət ərzində çox düşünmüşəm. Nə paylaşım, daha doğrusu nələri danışım, nələri danışmayım falan. Nəsə, danışmağı belə unutmuşam. Video çəkməyi unutmuşam. Üstündən 8 aydan çox vaxt keçib. Və mən yenə də, hələ də Tiflisdəyəm. Kuryerlik edirəm burada bu arada. Uzun sözün qısası, bu videoda bu mənim mopedimdə gördüyünüz və 8 aydır ki, burada hosteldə qalıram. İçərini daha öncəki kadrlardan bir neçə saniyəlik də olsa göstərdim sizə. Və bu videoda oturacaq mopedə, mopedlə gedəcəm. Burada bir park var da, Dena Park, məşhur parkdır. Oturub orada kofemizi dəmləyib, içə-içə sizlərlə bütün bu günlər ərzində, bu 8 ay ərzində baş verənlər, problemlər, niyə videolar çəkmirdim, növbəti planlarım nədir? Biraz sizə kuryerliyi göstərəcəm. Bir yerdə biraz video alınsa çəkə-çəkə işləməyi də düşünürəm. Belə, gedə görək başımıza nə gəlir. Ağlımda həddindən artıq çox şey var. Daha öncəki videolarla müqayisədə, belə deyim də, yəni daha öncə bir yerdə kəşf edirdik hər yeri. İndi isə artıq hər yeri bilirəm, hər şeyi görmüşəm və çox yeri, hətta hər yeri tanıyıram. Bölüşə biləcəyim həddindən artıq çox şey var. Belə, uzatmayaq. Sizə xoş izləmələr. Getdik. Bu arada bu nədir sorursal belə şey kimi görünürəm. Hər şey üstümə bağlamışam. Bununla telefonu bağlayıb çəkməyə çalışacağım. Mikrofonu da kaskanın altından taxacağım. Ümid edirəm səs düşəcək. Bu biraz da özüm üçün həm başlanğıc, həm də ki test eləyəcəm görüm səs mikrofon mopedlə işə yarayırmı? Bu çox sirkələnirmi sürəndə? Gələcəkdə ola bilər GoPro tapsam GoPro istifadə eləyərəm. Belə şeylər, hər şeyi bölüşəcəm. Bir daha xoş izləmələr. Getdik.
mən danışıram, amma bilmirəm ki, səsim düşür, yoxsa düşmür. Bunu montaj eləyəndə biləcəm. Bura Marjanaşvili metrosunun yaxınlığıdır. Yaxında bir park var. Bu arada hava çox bombadır bu günləri. Yəni soyuqdur, düzdür, 0 dərəcədir. Hətta -1, -2 olur bəzən. Ayda, mən ayaqqabımı dəyişmədim. Nəysə, eybi yox. Bəzən o qədər şey eləmişəm ki, videoya başlamaq üçün, çəkə bilmək üçün. Bəzi şeyləri unutmuşam, buradan sola girməliyəm. Nəsə, çoxlu şeylər baş verib bu günlər ərzində. Hamısını oturub rahat-rahat bölüşəcəm sizinlə. Prosta ki, bilmirəm, mikrofona da bir tər yerləşdirmişəm. Bilmirəm kamera nə çəkir, səsim nə dərəcədə düşür, mopedin səsi imkan verirmi? Burada bir bit bazarı olan bir yer var. İndi sizə göstərəcəm az sonra. Və bu körpü, bilməm görürsünüz yoxsa yox, sağ tərəfdə. Bu körpünün sağ və sol tərəfinin altı qəşəng bir parkdır, Badani Park. Və o parkda oturub, kofe dəmləyib, içə-içə söhbətləşəcəm. Bit bazarının da yanından keçəcəyik, amma bu videoda yox, növbəti videoda sizə bit bazarını da gəzdirməyi düşünürəm. Nə dərəcədə maraqlıdır, maraqlı deyil, onu bilirsiniz şəhərlərdə. Yəqin ki, görürsünüz, sağda, solda bit bazarıdır. Əgər maraqlıdırsa, növbəti videoda, bir həmən qərar verim, növbəti videoda şey eləyəcəm. Gəlib bit bazarını gəzib, bəzi şeylərin, qiymətlərin falan siz üçün maraqlanıb çəkməyi düşünürəm. Belə. Ümid edirəm, nəsə düşür orada. Birinci test videosudur bu. Amma hər necə olsa da bunu mütləq paylaşacağım, çünki artıq başlamaq istəyirəm. Ertələmək istəmirəm. Və düşünürəm ki, sağa mı gedək, sola mı gedək? Əgər yaxşı olsa, davamlı olaraq həm kuryerlikdən, burada şərtlər necədir, həyat necədir, hər şeyi sizə göstərməyi düşünürəm. Növbəti videolarda. Bomba kimi. Getdik. Darıxmışam video çəkmək üçün, biraz da yadırğamışam, necə deyərlər. Belə gənclər, hələ ki sinəmdəki kameranı çıxartmıram. Oldu o, hə. Kameranı çıxartmıram, bit bazarının içi ilə gəzirik. Buranı sizə dediyim kimi növbəti videoda daha ətraflı gəzdirib bunu göstərmək istədim. Gəzdirib qiymətlərlə falan maraqlanıb hər şeyi sizə göstərəcəm. Nə qəşəng şeylər var, çoxdan bir gəlmirəm. Fotoaparatlar, binoklar. Nəysə, bugünkü videomuz bu deyil. Növbəti videoda, əgər bit bazarını burada görmək istəyirsinizsə, kanala abunə olunca. Artıq bu şeyləri deməyi tərgizməmişəm, amma belə əvvəlki qədər takılmıram. Ki, nə bilim, abunə olun, dəstək olun falan. Maraqlı olsa olacaqsınız, olmasa olmayacaqsınız. Amma belə bir şey var ki, bunu xatırlatmaq işə yarayır. Parkın harasına gedim onu düşünürəm. Yəni bu sinəmdən də çıxardım bunu artıq bəsdir. Əlimdə tutum və görüm ki, harda nə çəkirəm. Yes. Aşağıda şəkillər falan satırlar. Amma parkın burasında yox, o birisi başında oturmaq istədim. Ora daha rahat gəlir mənə. Buradan girək parkın içinə. Parkın içi ilə də keçək o birisi tərəfə. Bura
məşhurdur da, Dianin Parkdır. Bu hissəsində həmişə belə şəkillər, rəsm əsərləri daha doğrusu və cürbəcür naxışlı şallar satırlar adətən. Bu axşamüstü saat 4-ə 5-ə qədər davam edir. Axşam düşənə hava qaralana qədər. Parkın digər tərəfi isə üstündə də dediyim kimi bit bazarı hər tərəfindədir. Digər tərəfində isə daha çox piknik edir adamlar, insanlar gəlir, oturur. Ortadan da belə körpünün altından parkı sağ və sol tərəfini birləşdirir bu arka. Möhtəşəmdir. İnsanlar gəlir, piknik edir. Heç kim gəlib demir ki, otu əzməyin zat. Planım nədir? Planım oturub başıma gələnlərdən çox detallarına getmədən danışmaq. Çünki detallara getsəm həddindən artıq uzun olar. 2-3 saat olar bu video. Maksimum qısa tutmağa çalışacağım və bəzi şeylərin üstündən çox keçib deyə. Bəzi hadisələrin üstündən 5 ay, 6 ay, 7 ay keçib deyə. Artıq o paylaşmaq həvəsi qalmayıb. Yəni çox detallı. Ona görə qısaca bu 8 ay ərzində başıma gələnlərdən, problemlərdən, niyə videoluk paylaşmırdım falan onlardan danışacağım. Daha sonra da çıxıb axşama qədər işləməyi düşünürəm. Yeni il ərəfəsi olduğu üçün hal-hazırda yaxşı, belə kuryer dili ilə desəm, yaxşı pasiyent var. Bu günləri ona görə pul qazanmaq istəyirəm biraz. Və o prosesi də imkan olduqca sizə çəkib göstərəcəm. Burada harada oturaq? İstənilən bir yerdə belə otun üstündə girib otura bilərik. Aslında hava soyuqdur, yer də biraz nəm görünür. Bu taxtaların birində də oturmaq ola bilər. Düşünün. Bu necədir? Yer əməlli başlı nəmdir. Gənclər, daha öncəki kadrı yoxladım, yolda gələndə mopedlə çəkdim. Tam tərsini gözləyirdim, amma səs kifayət qədər yaxşıdır, amma sinəmdəki nə qədər qaldırsam da yenə də oturanda əyilmişəm deyə aşağını çəkib, yolu çəkməyib. Təcrübədir, test eləyirəm, yoxlayıram, növbəti kadrları daha yaxşı eləməyə çalışacağım. Söhbətə başlamamışdan əvvəl istəyirəm bir dənə cəzvəmiz adımı çıxardım. Kofe dəmliyim bir tərəfdən. Bu arada bu Gürcüstanın kofesi çox möhtəşəmdir. Çox yerdə burada kofe satılan yerlər var. Və belə necə deyərlər, dadanmışam. Hayda. Çaşqa götürməmişəm. Soymağını gözləyib yazmışdım özdə dəftərimə ki, çaşqa götür, fincan götür. Yadımdan çıxıb. Məsələn, məcbur gözləyəcəm, soyulsun və cəzvədən içəcəm. Gənclər, inanın mənə hardan başlayayım, nədən başlayayım bilmirəm, amma sıra-sıra qaldığım yerdən davam eləməyə çalışacağım. Deməli, bundan öncəki video səhv eləmirəmsə aprel ayında paylaşılmışdı. Yanvar-fevral ərəfələrində çəkdiyim videoydu. Və o videoda mən çadırda qalmaq üçün çıxmışdım dağın yuxarısına. İzləməyənlər xatırlamaq üçün izləyə bilərlər və demişdim ki, hosteldən çıxdım və artıq çadırda qalacağım. Və orada sadəcə 2 gün qaldım, 2 gecə qaldım. Və indi oradan başlayaraq bu günlər ərzində nələr oldu, nələr bitdi, hamısını bölüşməyə çalışacağım. Amma yenə də deyirəm, çox detallara gedə bilməyəcəm, çünki bəzi şeyləri artıq bölüşmək istəmirəm. Birinci növbədə mən niyə hosteldən çıxıb orada çadırda qalmağa başladım, onu deyim. Mən ilk gəldiyimdən 4-5 ay bu arada yola çıxdığımdan artıq 1 il 3 aydır. Keçən il sentyabrın 24-ü yola çıxdım.
çıxmışdım. Heç kimə demədən sadəcə biletimi alıb yola çıxmışdım. Dünya turu, hətta pulsuz dünya turu adı ilə çıxdığım yolda başıma o qədər şeylər gəlib ki və buranı o qədər sevmişəm ki, hələ də buradayam, Tiflisdəyəm. Niyə hosteldən çıxmışdım? Orada deməli iki rus qaqaş var idi və bunlarla çox yaxın idik. Mən də bir Azərbaycanlı dostum var idi. O ərəfələrdə onunla bir yerdə qalırdıq hosteldə. Bunlarla hər şeyimizi bölüşürdük. Bu qaqaşlar günlərin bir günü sadəcə çaxır içdiyimiz üçün bizi satdılar. Hansı ki özləri də çaxır içirdilər. Yeri gələndə kifayət qədər səs dinlələrəsə baxıb narahat eləyiblər və s. Amma heç vaxt mən özümə sığışdırıb gedib hostel işlədən adama falan deməmişəm ki, bəs mənə narahat edir falan. Hosteldə hərə bir cür xarakterdədir və bu mənə görə bir problem deyil. Sən demə bu hosteldə, hostel işlədən daydayın, Azərbaycanlı daydayın, hər otaqda bir sukası var imiş. Belə açıq desək, xəbərdarlıqçısı, xəbərçisi var imiş. Və o qaqaş da onlardan biriymiş. Nəsə uzun sözün qısası gecə saat 2-də qaqaş gecə ilə bizi gedəsən biz dostum ayaq yoluna getmişdi. Mən də kənara keçmişdim və o ərəfədə qaqaş gedib bizi satmışdı. Başıma o şey gəldi, iki gəldi ki, bəs içmək olmaz elə belə də. Və çıxan kimi yəni bunlar da çox kiçik şeylərdir. Prosta qaqaşın bu qədər şey bölüşüb qardaş deyib, hər şeyimizi paylaşmışıq, söhbətləşmişik. Bizi satmağı heç ləzzət eləmədi, necə deyərlər. Və mən ikiyə dedim ki, mən gecəni qalıram, səhər narahat olma, hər şeyi yığışdıracam, nə pul zadı qalıbsa hamısını ödəyib çıxacam. Yenə də deyirəm, detallara getmirəm, gedə bilməyəcəm. Hər şeyi qısa keçməyə çalışacam. Oyda, kafamız qaynayır hətta. Çox tez oldu ya bu iş. Mən bu videoda heç nəyə alındıra bilmirəm hələ ki. Yoxdur belə söhbət, eybi yox. Təbii, bizim videolar təbiidir. Mənim videolarım məncə bu sferada olan ən səmimi videolardır. Və özüm şey üçün demirəm. Amma yəni bu qədər də yox da. Nəysə, bu soyusun, soyandan sonra içərik. Bulaşdırdım buranı da, biraz belə yüngülvari vicdan əzabı çəkəcəm. Gənclər, bu bir il əvvəllə müqayisədə bu yola çıxdığımdan bəri çox böyümüşəm. Mən bir il əvvəl indidən o günlərə baxanda baxıram ki, mən onda uşaq idim. Və bunu deyə bilmək çox yaxşı bir şeydir əslində. Yəni, hər kəsə bunu hər növbəti ildə özünə deyə bilməyini arzu edirəm. Çünki bu inkişaf elədiyimin bir göstəricisidir. Belə. Davam eləyək. Nəsə, oradan çıxdım çadırda qalmağa. Həmin gün məni musiqili belə dostlarla bir qrupumuz var, yığışırıq. Fərqli parklarda, belə meşələrdə, sakit yerlərdə ocağımızı qalıyırıq, hərə öz musiqi alətini gətirir, musiqi ifa edirik, söhbətləşirik, piknik və s. Belə şeylər. O günlərdən biri idi və mən də ora getmişdim bundan öncəki videoda. Belə düşünmüşdüm ki, həm uşaqlarla orada bir yerdə olaram, həm də sonra onlar gedəndən sonra mən orada qalıb davam eləyərəm qalmağa. Amma çox da belə ərzaq, acıqa falan götürməmişdim. Çünki birinci fikirləşirdim ki, gedim görüm ümumiyyətlə qalmağa şərait necədir falan filan. Uzun sözün qısası orada qalmağa başladım. Gecə axşamüstü uşaqlar getdi. Onlar getməmişdən biraz əvvəl qar yağmağa başladı. Səhər durdum ki, hər tərəf ağappaqdır. Nəsə səhər durdum, gördüm ki, hər yer ağappaqdır falan, biraz ora-bura. Və qərara gəldim ki, düşüm şəhərə, həm internet tapım, görüm ətrafda nə var, nə yox. O ərəfələrdə nə hələ mobil nömrə, internet, nə bilim, belə şeylər falan yox idi da, yəni hələ. Bir də ora qalxmaq bayağı bir hiking məsafəsi idi və mənim də çantalarım həddindən artıq ağırdı. Bu arada mən bu yola çıxanda başa düşdüm ki, həddindən artıq yük götürmüşəm və bu qədər yüklə səyahət eləmək olmur. Və xüsusən də əgər mən hosteldə daha çox qalacamsa, bu qədər əşyaya ehtiyac yoxdur. Hansı ki,
Arkada 35 kilo, qarşıda da bu çanta 10 kilo. Yəni özüm 50 kiloyam, çantalarım da 45 kilo. Və belə səyahət eləmək olmur. Maksimum bir gün özünə əziyyət verərək nəsə yol gedərsən falan, növbəti gün artıq tükənmiş olursan. Nəysə, tez-tez keçid eləməyə çalışıram. Prosta beynim o qədər qarışıqdır, o qədər şey var. Nəysə, növbəti gün şey elədim, düşdüm və düşündüm ki, biraz qolbaq satmalıyam. Qolbaq satmağa başladım. Qolbaq satmağa başlayanda bir qaqaş gəldi. Salam əleykum, salam bəs Azərbaycanlıdır falan. Qaqaş çıxartdı 100 lari verdi. Qaqaş çıxartdı 100 lari verdi. Dedim, etmə, eləmə zat. Yox da mən dəstək olmaq istəyirəm. Həmin 100 lari ilə biraz günlərimi keçdi. Ondan sonra bir dostumuz var, Tural adında, burada yaşayır. Çox sağ olsun, əgər izləsə buradan salamlayıram onu. O mənə təsadüfən yazdı. Daha əvvəl yazmışdı ki, bəs ortaq dostumuz var falan, uyğun olsan görüşək, söhbətləşək. Demişdim, okey, biraz başım qarışıqdır, fürsət olanda söhbətləşərik. Və tam o 100 larini bitirmək ərəfələrində ondan mesaj gəldi ki, neyinirsən bəs uyğunsansa bir çay içək falan. Dedim, olar, falan yerdəyəm. Görüşdük, çay, kofe və o məni bir həftəyə yaxın qonaq elədi öz evində. Buradan ona bir daha təşəkkür edirəm. Belə yenə günlərim keçdi. Daha sonra oradan çıxdım, qayıtdım. Marjanishvili metrosunda düşüb, oradan fabrika var. Fabrikaya gedəcəkdim ki, bəs orada şey eləyim. Oturum, internet tapım falan filan. Həmin bu əvvəlki hosteli işlədən kişini gördüm. Qayıtdı ki, abəsin emirsən, neynəmirsən falan zat. Gəl qal, bəs belə zat. Dedim, yox, ehtiyac yoxdur, çox sağ olun falan. Bu kişi də mən çıxanda demişdi ki, bəs qal, bəs getmə, hava soyuqdur falan. Yoxsa qalsam bundan sonra 10 lari verirdim onda. Bundan sonra 10 yox, bəs 20 verərsən falan. Mən də demişdim ki, yox da, yəni 5 də olsa mən o qaqaşdan bir yerdə daha qalmaram. Nəsə kişi dedi ki, elə zat. Mən də belə çöldə idim. Dedim, okey, nə qədər verəcəm qalsam. Dedi, okey, 10 lariyə qala bilərsən təzdən. Nəsə getdim, həmin hosteldə bir 2-3 gündə qaldım. Həmin ərəfələrdə orada qalan daha əvvəldən tanıdığım bir dostum var idi, Ukraynalı Filip. Filiplə söhbətləşirdik, kuryerdik falan. Onunla bir yerdən moped götürdük. Onunla biraz bir həftə falan işləməyə başladım. Baxdım ki, okey, çox qəşəng idi və pul qazanmaq olur. Amma mən sevmirəm nəyisə, məsəl üçün, mənim mopedim varsa, istəyirəm mənə aid olsun və mən sürmürəmsə, okeydir, o qalsın orada. Ürəyim nə vaxt istəsə, onda çıxıb istifadə edə bilim. Yəni, xüsusi saatlarla çıxıb işləmək istəmirdim. Uzun sözün qısası, özümə moped kiraya götürdüm. Və götürdüyüm adamla danışdım ki, işləyib, sonra pulum verə biləcəm. Sağ olsun, razılaşdı və həmin mopedi hələ də sürürəm. Ortada çox detallar var, yenə də deyirəm, o detalları bölüşmürəm. Çünki çox uzanacaq və mənasızdır. Maksimum qısa keçməyə çalışıram ki, əsas söhbətlərə gəlim. Nəsə, bu ərəfələrdə, bu əvvəl dediyim musiqili günlərdə falan tanıdığım bir qız var idi. Bununla bir neçə dəfə görüşdük, söhbətləşdik, elə-belə və biraz yaxınlaşdıq və sürətlə keçidləri edirəm, ümid edirəm, anlayışla qarşılayarsınız, çünki həqiqətən keçmək istəyirəm bu ortada qalan boşluğu, ortada qalan 8 ayı. Nəsə, bu qızla söhbətləşirdik ora-bura falan. Və daha sonra belə qərara gəldik ki, o kiraya qalırdı, tək qalırdı. Belə qərara gəldik ki, dediyim kimi daha yaxınlaşdıq. Qərara gəldik ki, bir yerdə qalmağa başlayaq və mən ona dedim ki, mən hostelə verdiyim pulu eyni şəkildə sənə verəcəm. Bunun aramızda olan dostluğa, münasibətə, ilişkiyə heç bir aidiyyəti yoxdur da. Yəni, həm sənə dəstək olar, həm də hostelə verəcəyimə sənə verərəm. Razılaşdıq və mən bu qızla bir yerdə qalmağa başladım. Hardasa 20 günə yaxın bu qızla bir yerdə qaldım. Bayağı bir plan zad qurmuşduq ki, bir yerdə. Qız Rus idi bu arada. Daha əvvəl hosteldəki qaqaşlar da demişdim deyəsən Rus idi. Mənim başıma bu günlər ərzində, bu aylar ərzində
nə mənfi hadisə gəlib, hamısı ruslardan gəlib. Hətta belə bir şey deyim, mən yola çıxanda planım o idi ki, 2-3 ay Tiflisdə qalıb, daha sonra avtostopla üzü şərqə doğru davam eləyəcəm və bunun üçün də Gürcüstandan Rusiya, Rusiyadan Qazaxıstan, Özbəkistan falan, oradan aşağı Hindistan və üzü şərqə, Şri Lanka, sonra nə bilim Filippin, Tayland, belə bir təxminiyə. Mən heç vaxt plan qurmuram, belə çox da dəqiq plan qurmuram. Amma təxmini planım belə idi. Və bu günlər ərzində baş verən bütün bu mənfi hadisələr, bütün bu xüsusən də bu müharibələr, Gürcüstan-Rusiya münasibətləri falan filan, bunlar hamısı məndə belə bir qərara gətirdi, çıxartdı ki, ya mən Rusiyaya getmək istəmirəm. Yəni fərq yoxdur. Nə ilə avtostop, təyyarə, amma mən Rusiyaya getmək istəmirəm və rus dilini gələndən sonra daha çox sevməyə, öyrənməyə çalışmağa başlasam da ruslara daha da çox nifrət yaranmağa başladı. Nəsə söhbət yarıda qaldı. Bu qızla qalmağa başladım. Hardasa 20-22 gün sonra bu arada həmin ərəfədə birin qoyub obrusuna keçirəm. Çünki çox şey baş verib dediyim kimi. Neçə dəfə təkrarladım, üzrü sayın. Sadəcə olaraq bilmirəm harasından necə bölüşüm, çox şey baş verib. Və həmin günlər ərzində kuryerliyə başlamışdım və kuryerliyə başlayanda mən normal pul qazanmağa başladım. Kifayət qədər yaxşı pul qazanmağa başladım. Və günlərim hər gün evə gələndə bazarlıq edirdim. Chipslər falan zat. Uf, çox şey var. Nəsə, uzun sözün qısası bu 20-25 gündən sonra bir gün evə gələndə bir qaqaş var idi evdə. Həmin qaldığım qızla. Qız demişdi ki, imkan varsa bir gün gəlmə, bəs dostumla görüşəcəyik, kinoya baxacaq falan. Mən demişdim, okey, problem yox. Nəsə, ikinci gün evə gəlməyə çalışanda qız dedi ki, bəs gəlmə, sabah gəl, ora, bura. Dedim ki, bəs üzrü say. Yəni, biraz belə elə hiss elədim ki, yəni, dolamısan məni. Dedim, bəs evdəsən, dedim, evdəyəm. Dedim, okey, gəlirəm çantamı zadıma, hər şeyimi götürüm və gedim. Artıq orada qalmaq istəmirəm. Ay, yox, gəlmə. Dedim, evdəsən, deyir, hə, evdəyəm. Deyirəm, okey, təksən, yox, tək deyilsən, belə başa düşdün. Deyir, yox, tək deyiləm. Deyirəm, okey də, ola bilərsən, hansısa bir qaqaşdan bir yerdəsən. Amma mənim sizlə bir problemimiz adım yoxdur. Yəni, prosta gələm, 5 oxumu götürüm və gedim. Çünki bircə günlük çıxmışdım. Bütün, nə bilim, linzamın suyu, eynəyim falan, hər şeyimi qoymuşam ki, onsuz da sabah birçisini qayıdacam. Bu da deyir ki, yox, gəlmə. Mən də belə əsəbləşdim biraz, getdim, çatdım. Heç bir problem falan yaratmadım öz tərəfimdən. Qapını döydüm, qız qapını açdı. Dedim, təksən, dedi, yox. Dedim, okey, bir dəqiqə çölə gələ bilərsən. Çünki evdə başqa biri varsa, mən özümə sığışdırmadım ki, öyle bir boşa. Nə olsun ki, mən 20-25 gündür hər şeyim oradadır və orada qalıram. Nə olub, bəs elə belə. Dedim, okey, əşyalarımı götürüb gedəcəm. Girdim evə, qaqaş var idi. Qaqaşa əlimi uzatdım. Salam əleykim, əleykim salam. Qaqaş gürcü idi. Qaqaşa deyirəm ki, bəs səndən heç bir problemim falan yoxdur. Sadəcə mən əşyalarımı götürüb gedəcəm. Qaqaş da okey, problem deyil. Amma qızın da biraz psixoloji problemləri falan var idi. Mən əşyalarımı yığa-yığa qız özündən çıxdı biraz. Başladı qışqırmağa falan. Zat bir yerdən sonra başladı əşyalarımı götürüb tullamağı qapıdan çölə. 1, 2, 3 mən də belə gülümsəyirəm ki, mən vecimə də deyil də, yəni belə sadəcə götürüb, yəni sərbəstəm, azad insanam və sadəcə əşyalarımı götürüb gedəcəm. Qız bunları tullamağa başlayanda bir yerdən sonra baxdım ki, mənim əşyalarım qırılacaq. Olan qalan hər şeyim bir çantadan ibarətdir. Gəldim belə arxadan qızı qucaqladım ki, sakitləş də, özünə gəl, bəs atma. Qucaqladığım anda zop deyə bir də sifətimə narvan gibi yumruq yedim. Qaqaş tərəfində. İndi belə gülə-gülə danışıram, amma bomba situasiyalar idi. Qarışıq situasiyalar idi o anlar üçün. Bəs çox şey var idi orada, yenə də deyirəm, detallara gedə bilmirəm. Bunları öz çərçivəmdə senzuralayıram. Yumruq yedim,
gözümün altından yumruq dəydiyi anda linza taxıram. Linzamın biri belə çıxıb düşdü də həmin anda. İndi belə bir gözüm bulanıq görür, bir gözüm görür və mənə çatmadı ki, bəs nə baş verdi də görəsən, yəni 2 saniyə çəkdi o şey. 2 saniyə ərzində tutanmadım nə baş verib. Elə anlamağa çalışırdım ki, zoq deyə bir dənə də sifətimə yumruq yedim. İndiyə qədər yediyim ən möhtəşəm yumruq idi. Ən möhtəşəm deyəndə həyatımda yediyim ilk və yeganə yumruq idi o. İndiyə qədər, yəni uşaqlıqda 10-12 yaşda məhəllədə zətdə dırnaq arası davaları saymıram. Amma indiyə qədər belə çillə falan yeməmişəm də, yəni belə ciddi formada. Amma yəni normal 2 dənə yumruq yedim və baxdım ki, yox da, yəni oturub anlamağa vaxt yoxdur. Şimdi tuttum qaqaşı, indi qaqaşla boğuşuruq. Mən bunu vurmağa çalışıram, bu mənə vurmağa çalışır, amma alınmır, bir-birimizə tuzdura bilmirik, belə boğuşuruq sadəcə. Məsələn, belə 3-4 dənəli pləkan var idi çöl qapısında. Boğuşa-boğuşa yıxıldıq qaqaşdan bura. Qaqaşla yıxıldıq bura. Qaqaş deməli qolun keçirdi boğazıma, sıxmağa çalışır. Mən də bunu vurmağa çalışıram, amma bu məni sıxır deyə şey eləyə bilmirəm. Çıxa bilmirəm situasiyadan. Bir də amma bilirəm ki, havada bir şey qaranlıqdır. Axşamdan 10-11 saat belə. Nəsə. Bir dənə belə baxdım ki, qabağımda bir dənə əl var və bu əl mənim əlim deyil. Və ağzıma astım, yəni yeganə variantım o idi, oradan çıxış variantım. Xart deyə də işlədim qaqaşın əlin. Qaqaşın əlini işlədim, qaqaş buraxdı, mən keçdim bunun üstünə. Qaqaşı tutmuşam indi, boğuram zat. Altındaydı indi qaqaş. Kəllə vurmağa çalışam, çatdıra bilmədim. Qaqaş qaydasan ki, bəs I'm sorry, I don't want to fight with you falan filan. Yəni üzr istəyirəm, bəs mən səninlə dalaşmaq istəmirəm zat. Mən bilmirəm sən kimsən zat. Nə sorry, məzələnirsən sən. Durduq yerdə sifətimə 2 dənə yumruq vurmuşsan. O anda bir 3 saniyəlik belə düşünmə keçdi də belə mənim beynimdən ki, bax, mən bu adamı tanımıram, bu qaqaşı. Cibindən zadından çıxardıb bıçağı mənə soxar mı? Soxar. Mənə lazımdır belə dəxlisiz bir situasiya yox. İkinci nə düşündüm? İkinci düşündüm ki, mən Gürcü deyiləm, buralı deyiləm. Tutaq ki, mən bu qaqaşı döydüm və heç bir şey baş vermədi. Qaqaş məndən şikayət eləsə, mən burada üstün deyiləm. O üstündür, çünki o Gürcü vətəndaşıdır. Üçüncü və ən əsas məsələ, paralel olaraq bu arada bu 20-25 gündür bir yerdəyik bu qızla. Bu qız mənə canım cicimdir. Və hal-hazırda bu qız da bir tərəfdən öz aləmində məni vurmağa çalışır, belə bir tərəfdən yumruqlamağa çalışır da. Baxdım ki, nə oldu da, nə tez satdın? Bu şimdi, üçüncü dediyim o 3 saniyəlik anda, üçüncü dediyim şey nə idi? Düşündüm ki, bax, bu qaqaşda normal qaqaş oxşuyur. Əslində mənim də bundan bir problemim yox. Amma bu qız nəsə söyüş gəlirdi demədim, xəstədir. Gedib mətbəxdən bıçaq zadı gətirib mənə soxar mı? Soxar. Yəni bu qaqaş eləməsə də bu qız eləyər onu. Çünki yəni elə bir adam verir. Nəsə qaqaş o sorry falan deyəndə biraz əlimi boşaltdım, amma təbii ki riski buraxmadım da ki, bəlkə gördüm ya, qaqaş belə tam saldı da, yəni ki istəmirəm də. Nəsə qaqaşı buraxdım. Bıraxdım, amma içimdə partlayıram. Əşyalarım zadım hərəsi bir tərəfdədir. Deyə bilmədiyim bəzi şeylər var, üzürü sən. Bir ara hətta qayıtdılar ki, bəs şeydim. Polis çağıracaq ki, sən icazəsiz bizim evə girmişsən. Dedim, çağır gözləyirəm. Çağırmayanın da. 20-25 gündür burada qalan bütün əşyalarım içəridədir. Sən mənə polis çağırırsan ki, bəs falan filan zat. Dedim, sən gözlə, mən polis çağıracam. Görək kim neydi. Neysə. Hoşum. Yenə də detallara getmirəm. Çıxdım çölə, dediyin kimi, moped bir tərəfdə, əşyalarım hərəsi bir tərəfdə zat. Bunlar da bir tərəfdən nəsə deyirlər falan. Dedim, okey, gözləyirsiniz, yəni siz
Sən belə polis zat deyirsən, gözləmə indi polislə gələcəm ki, sən durduq yerdə dərəbəli idi, ola. Durduq yerdə sifətimə 2 dənə yumruq vurmuşam. Və bir gözüm də belə görmür, təpəgöz kimi qalmışam. Çıxmışam çölə, bu əsas küçəyə bir yaz vardı orada. Çıxdım çölə, bir-iki nəfər qonşu zat var idi. Deyirəm, o polisin nömrəsini deyim, bir nəfər mənə polisin nömrəsini vermir. Adam Google-a yazıram 155 o bu zat, yəni özüm də çox əsəbiyəm. Yəni mən çox sakit adamam, qətiyyən belə dalaşan falan adam deyiləm, çox səbirli adamam. Yəni həyatımda kimlənsə dalaşdığım belə ciddi şəkildə olmayıb. Hər şeyi danışaraq həll eləməyi bacaran adamam, belə deyim. Amma nəsə belə bir şey baş verəndə, əgər özümdən çıxıramsa, çox pis çıxıram da. Yəni əsəbləşəndə belə əsirəm falan, bilmirəm, o situasiyanı izah edəmirəm. Bunu deyirəm, anlayırsınız nəyə nəzərdə tuturam. Və yanıqlı qalmışam dediyim kimi, nəsə eləmək istəyirəm və bu qaqaşlar da bilirəm ki, yəni məndən də elədiklərinə görə polisdən də çox belə çəkinəcəklər. Nəsə polis axtarım. Google-a zada yazmışam, ağlıma gəlmir polisin nömrəsi. Nəsə kimə də deyirəm, hamı qorxur. Yox, mən bilmirəm. Nəsə uzun sözün qısası, axır bir daha dedik, 112. Ya mal, 112 də yəni bu beynəlxalq bir şeydir, fövqəladadır, yəni Nəsə, yığmışam 112-ni, belə falan küçə dağılmışam, qayıtdım təzədən bunların evinin qabağına, artıq heç kim yox idi oralarda. Amma mənim əşyalarım dediyim kimi hərəsi bir tərəfdə, bunlar da öz aləmlərində bir klokda yüyə mənim əşyalarımı yığıb qoyublar, hansı ki daha çox şeyim içərdə idi əslində. Nəsə, polis çağırmışam, ambulans gəlib. Ambulans gəlib ki, aparaq səni hospitala falan. Deyirəm, yox da, bəs ciddi bir şeyim yoxdur, bombayam. Bəs bir şeyin olar bilməzsəndən, bəlkə travma olmuşsadır. Deyirəm, yox da, yəni hər şey qaydasındadır, fərqindəyəm. Sadəcə olaraq mənə polis lazım. Nəsə, polis gəldi. Bir 15 dəqiqədən sonra. Bu arada onu deyim ki, buradakı polislər kifayət qədər mədənidirlər. Təbii ki, belə, nə bilim, cinayət, ya nə bilim, nə deyirlər? Yəni, yol polisi yox. Bu digər cinayət falan belə şeylərə baxan polislər digərindən daha sərtlər, hər yerdə olduğu kimi. O yəni kifayət qədər mədənidirlər. Nəsə, danışdım, elədim falan, qapını döyürlər, açan yoxdur, o üçün bunlar çıxıb qaçıblar. Qorxularından. Nəsə, bura, polis də deyir ki, bəs şeydir, onlar bura qayıdacaqlar. Mən deyirəm ki, bəs inanmıram da, onlar da bugün bura qayıtsınlar. Qaqaş deyir ki, bəs şeydir. Onlar polis var idi, bir də zaman İngiliscə biraz o bilirdi, onunla danışırdı. Qayıt ki, bəs onlar bugün birazdan bura gəlməsələr, mən polis deyiləm. Dedim, yaxşı, nə olar ki? Mən də bir tərəfdən əşyalarımız adıma, hərəsi bir tərəfdən yığdım, elədim. Zaten bilmirəm, hara gedim. Gecə saat nə bilim, 3-dür zaten ya. Çünki bu proses ərzində 1-2 saat əvvəl keçdi, sonra polislər gələndən sonra 2 saat polislərlə bir yerdə orada danışmışıq, gözləmişik falan. Heç kim yoxdur evdə. Qapını bağlayıb, işığı söndürüb qaçıblar. Zırt pırt. Mən də əşyalarımız adım yığmışam. Yekə çanta, nə bilim, volt çantası, kəndirlə zadman. Hər şey üstə bağlamışam mapedə ki, bəs o kim gedim hardasa gecəni keçirdim. Sonra da bir yer tapdım qalmağa. Bilmirəm amma hara gedim, neyim. Nəsə, tam belə hər şeyi yığdım, çıxacaqdım ki, bir dənə maşın saxladı, taksi saxladı. Bunlar düşdülər maşından. Salam əleykum, əleykum. Qoşum, polis bastı bunları maşına ki, getdi bölməyə. Mənə də dedi ki, qoşum gəl dalımızda. Mən də mopedlə bunların dayıcaq. Getdi bölməyə. Qoşum, bölmədə izahat, onlar danışır. Mənim üçün bir dənə Azərbaycanlı tərcüməçi çağırıblar. Yarım saat o gəlib. Qız üçün bir dənə Rus tərcüməçi çağırıblar. Yarım saat o gəlib. Boşum da yəni söz-söhbət. Belə bir maraqlı situasiya yaşadım. Yəni bir-iki nəyə də şey deyim, keçək bu söhbəti. İzahat elə belə, qaqaş da belə başını salıb aşağı oturub falan. Boşumuzun sözün qısası xeyli söhbətlərdən sonra bu Azərbaycanlı tərcüməçi olan qaqaş mənə deyir ki, bax, sən haqlı olsan da, haqsız olsan da, əgər proses davam eləsə, bundan sonra ekspertiza olacaq. Mən də bu prosesləri az çox bilirəm, yəni azdan çoxdan Azərbaycanda
bəzi şeylər yaşamışam və xəbərim var. Nəsə, bir ekspertiza olacaq. Ekspertizadan sonra məhkəmə olacaq və bu müddət ərzində sənin minimum 2 ay ölkədə çıxışıva qadağa qoyulacaq. Uçma olacaq, bu olacaq falan. Mən də deyirəm ki, mən bunların hamısını bilirəm. Hər şeyin də fərqindəyəm. Mən sadəcə o qaqaşın gəlib burada belə baş aşağı oturmağı kifayətdir, yəni belə onlarla heç bir belə şeyim zadım yox. Prosta dedim bir dənə qaqaşdan təkbətək 5-10 dəqiqə söhbət eləmək istəyirəm. Ha, okey. Biraz razısa hoşum şahidləri geri çəkək. Bu arada bəzi detallara yenə də getmədim. O qız da deyir ki, mən güya bunu qucaqlayanda ki, bəs əşyalarımı atma. Mən bunu güya çox sıxmışam, boğuranmış falan zat. Bu qaqaş da elə başa düşüb ki, mən bu qızı belə boğacam. İzah eləyə bilmirəm ki, mən şey elədim ki, əşyalarımı qıratsam da, sakitləş özünə gəl. Bu ikisi də elə başa düşüb ki, mən bunları boğuram. Qızı boğuram. Nəsə, dedim, qaqaş gəlsin söhbətləşək. Qaqaş gəlib, bəs elə belə zat. Deyir, bəs mən elə bildim ki, sən qızı itəliyətsən, o mənim dostumdur. Deyir, bəs bizim Gürcistanda bəs mentalitet elə belə zat, biz qıza kimsə toxunanda elə. Dedim, mən Azərbaycanlıyam, o mentalitet bizdə sizdən daha güclüdür. Və əmin ol ki, mən bir qıza bir çıxma belə vurmaram da, yəni, başa düşürsən. Mən sadəcə onu şey elədim ki, sakitləş və əşyalarımı qırma da. Sən də bilmədim, tullanıb sifətimə yumruq vurmuşsan o situasiyada. Ha, bəs üzürü sahibəsi elə belə, mən elə başa düşməliyim, bəs elə belə, zırt fırt. Hoşum, qaqaş əslində kifayət qədər panyatqalı qaqaş idi. Prosta bu, ikimiz də o qızın poxuna düşmüşdük. Suda, dedim ki, okey. Şey eləyərəm, ərzəmi geri çəkərəm. Amma yəni, gecə yatmamışam bu arada. Bütün günü işləmişəm, qəşən yorğunam. Tək istədiyim o idi ki, belə axşam gələcəm evə. Çayımı içib yatacam da, yəni, başa düşürsən. Və gecə saatı 3-dür, 4-dür də, səhərə yaxın. Nəsə dedim, okey də, yəni, mən prosta gözləyəcəm. Siz yazın birinci izahatınızı qutarın, imzalayın, hər şey okeydirsə mən də imzalayaram. Və bir dənə də şərtim var. Hər şey bitəndən sonra sizlə bir yerdə gedəcəyik həmin evə. Bəs mənim eynəyim və s. falan həmin evdədir. İçəri girməyəcəm. Bəs deyəcəm sənə bir falan yerdə falan şey var. Gir, götür, gətir. Yox, nə danışsan, keç, nə istəyirsən, götür falan. Dedim, yaxşı, okey. Nəsə, yəni də detallara getmirəm. Belə bir situasiya baş verdi. Söhbət bitdi, çıxdım oradan. Getdi, əşyalarımı da yeri götürdü. Qaqaşa deyirəm ki, gəl çıxdı, siqaret çəkək. Deyirəm, neçə yaşım var? Deyirəm, falan. Baxıram ki, qaqaş məndən 3-4 yaş balacadır. Belə eyni şeydə idi, can cüssədə. Amma qaqaş məndən balacaymış. Bəs mən çox qorxdum, üzürü sayı elə belə. Deyirəm, bəs bildin, bilmədin, yumruq atma da. Yəni, özün toxa düşərsən. Sonra indi mən biraz humanist adamam, qabağıma çıxdım. Başqası olsa, yəni, ya səni vurub bədbəxt eləyəcək, ya da səni polislə bədbəxt eləyəcək. Yəni, ikisindən biri və hara gəldi, tullanma da. Bir bax, gör nə baş verir, həqiqətən elədir, elə deyil da. Elə, dedim, okey, ehtiyatlı ol. Nəsə, çox detallara getmədən bu söhbəti burada bitirmək istəyirəm. Kofem soyudur. Cəzvədə kofe içmək, yoxdur belə söhbət. Buzluyum hətta. Hava babat soyuqda, əllərim donur. Nəsə, bu söhbət belə keçdi. Orada çox detal var idi. Yenə də deyirəm, bəzi şeyləri təəssüf ki, danışamıram. Danışmaq istəmirəm, daha doğrusu, belə deyək. Nəsə, bundan sonra mən qayıtdım, indi qaldığım həmin hostelə. Üstündən neçə ay keçib artıq, 8 aya yaxındır. Orada qalmağa və kuryeri eləməyə başladım. Yavaş-yavaş təzdən bu situasiyanı atlatmağa çalışdım. Bir-iki həftə belə keçdi. Sonra, mənim köhnə bir telefonum var idi. Yolla getdiyim anda yamaya düşdüm. Telefon çıxdı, uçdu. Hansı ki, videoları onunla çəkirdim. İndi burada cibimdədir.
Telefon düşdü və ekran zadı qırıldı falan filan. Mən dedim ki, okey də, yəni şeydir. Problem deyil, canın sağ olsun. Köhnə bir dənə də telefonum var idi və onunla işləyərəm, 1-2 gün pul yığıb düzəltdirərəm bunun ekranını zat. Səhərsi gün həmin eyni situasiyada başqa bir yerdə yenə bir dənə şeyə düşdüm. Latoka düşdüm, yamaya düşdüm, telefon uçdu. Həvəslə getdim ki, qırılmadan, yəni sən ikincisən. Baxdım ki, bu da qırıldı. 2 günə 2 dənə telefonum qırıldı. Hoşum 2 günə 2 telefon qırıldı. Qaldım belə. Bir təhər belə son pullarımla telefonun birini düzəltdirdim. 1-2 gün sonra işləməyə başladım, pul toplamaya başladım. Və bütün bu proseslər ərzində təbii olaraq videolar çəkə bilmirdim. Nəysə, şey oldu. Telefon qırıldı. Sonra düzəltdirdim ekranı. Bir-iki həftə pul yığdım, o birisi telefonu düzəltdirdim təzədən. Onunla işləməyə başladım. Paralel olaraq hostelim pulunu verməyə çalışıram falan filan zat. Hər şey qaydasına düşmüşdü ki, kompüterim xarab oldu. Kompüterim xarab oldu. Getdim o usta, bu usta. Axır maraqlandım ki, bu MacBook'larda SSD deyə bir şey var. Yaddaş kartı belə deyək, Lordi'də. Onsuz işləmir kompüter bu arada. Hoşum o artıq son dövrlərin yaşayır, can verir. Kompüteri açırdım, 1-2 dəqiqə sonra bağlanırdı. Maksimum 5 dəqiqə, 10 dəqiqə çəkirdi. Kompüter xarab oldu. İndi kompüterə SSD axtarıram. Abi, bir ay onu axtarmışam, gəzmədiyim yer qalmayıb. Mən tapıram, ömrü az qalıb, biraz. Nəsə, çox detallara getməyəcəm yəni də. Və bilmirəm də ki, bir ay sonra mən harada olacağım, hara gedəcəm. Ona görə də sifariş də edə bilmirəm. Axır 1-2 aydan sonra qərara gəldim ki, okey də, yəni mən hələ də buradayam və sifariş edeyim. O kimi SSD sifariş elədim, kompüterimi düzəltdirdim və bütün bu proseslərdən sonra artıq bir xeyli şey baş vermişdi. Bu qədər şeydən sonra təzədən bilmirdim nəyə necə başlayayım. Paralel olaraq şey eləməyə çalışıram, pul qazanıb nələrisə həll eləməyə, hostelin pulu, mopedin kirayəsi falan. Kifayət qədər yaxşı pul qazanmağa başladım, amma kifayət qədər də xərclərim artdı. Nəsə, bu telefon həll oldu, sonra nə bilim kompüter həll oldu, bütün proseslər hərəsi bir 1-2 ay çəkdi falan. Və təbii olaraq bu müddət ərzində video falan paylaşa bilmədim. Tam belə hər şey hazır idi ki, mənim artıq Gürcüstanda qalma vaxtım 1 ilim tamam oldu, sentyabrın 24-ü tamam olurdu. Mən də ona görə 24-ündən bir 3-4 gün qalmış Batuma bilet aldım, getdim Batuma və o müddət ərzində biraz pul topladım və qalan xərclərimi falan həll elədim. Biraz da ailəm dəstək oldu, sağ olsunlar. Ətrafda da bəzi dostlarım dəstək oldu. Buradan hamısına təşəkkür edirəm. Hoşum. Və sonunda belə bir plan cızdım ki, gedirəm Batuma. Batumda telefon alıram özümə. Normal video falan çəkə biləcəyim. Ardıca keçirəm Batumdan Türkiyəyə. Türkiyədən təzədən qayıdıram Tiflisə. Ki, vizaranı eləmək üçün, çünki 1 ilim tamam olurdu. Tamam olmamış ölkədən çıxıb təzədən qayıtmaq lazımdır və yəqin ki, bilirsiniz, bu prosesə vizaran deyilir. Batumda da həmin ərəfədə bu əvvəl hosteldə dediyim kuryeriyə başladığım ərəfələrdə Filip var, qaqaş. 1-2 gün o məni qonaq elədi, çox sağ olsun. Və dostlarımız var, Gülər və Bəxtiyar, onlar da çox sağ olsun, məni möhtəşəm qarşıladılar yeməkləri ilə, isti evləri ilə, isti söhbətləri ilə. Batumda da belə qaldım, keçdim Türkiyəyə. Hətta Türkiyədə 1-2 gün qalıb qayıtmağı düşünürdüm, amma çox belə sıxıcı gəldi. 3-4 saat sonra təzədən qayıtdım Batuma. Batumda 1 gün qalıb qayıtdım təzədən Tiflisə. Və bu arada nəyə görə telefonu Batumdan aldım? Çünki tax free deyə bir şey var. Bəzilərimiz bilir yəqin. Bilməyənlər üçün deyim. Tax free nədir? Bu arada bunun deməmişdən əvvəl onu deyim ki,
Şeydə Gürcüstanda elektronik əşyalar bizlə müqayisədə kifayət qədər ucuzdur. Maşın və elektronika bizdən çox ucuzdur. Gündəlik nə bilim ərzaq, gündəlik yemək içmək falan hardasa eynidir. Yəni bəzi şeylər 15-20 qəpik baha olar, bəzi şeylər ucuz olar, amma ortalama eynidir. Daşınmaz əmlak isə evlər, ev kirayəsi, alışı-satışı bizlə müqayisədə bahadır. Yəni evlər bizlə müqayisədə 200-300 manat bahadır. Kirayəsini nəzərdə tuturam. Şey isə nədir onun adı? Elektronika isə məsəl üçün Azərbaycanda 800 manata, daha doğrusu Azərbaycanda 1300-1400 manata ala biləcəyim telefonu buradan 700-800 manata almış oldum. Plus əlavə olaraq tax-free dediyim şey nə idi? Tax-free əgər sərhəddi keçib başqa ölkəyə qayıdırsansa, paketi açmamış, elə bir ki, onun belə lord edəcək, ƏDV-sini geri qaytarırsan. Sərhəddi keçəndə. Və tax-free ilə bir 100 manata yaxın, 120 manata yaxın da sərhəddə geri qaytardım. Yəni belə həm ziyarət, həm ticarət bomba bir səfər oldu mənim üçün. Həm Batumu gördüm, həm dostlarımı gördüm, həm oradan telefon aldım, həm Türkiyəyə keçdim və qalma müddətimi yenidən bir il uzatmış oldum. Və bu prosesdə yenə bütün bu hamısı bir yerdə bir aya yaxın çəkdi, ora-bura tudasıla. Və artıq şey eləmişdim ki, artıq telefonu da alıram, bundan sonra videolara başlayıram. Qayıtdım, qayıdandan sonra deyəcəm. Qayıtdım, qayıdandan sonra ailəmlə falan danışırıq ara-sıra tez-tez. Biz adətən yaylarda görüşürük. Qardaşım mənim Türkiyədə, Ankara'da oxuyur. Mən buradayam, ailəm isə Azərbaycandadır. Adətən yay tətillərdə falan qardaşım gəlir Azərbaycana və belə görüşürük falan daha öncəki illərdə. Və bu il praktikası olduğu üçün gəlməmişdi və danışırdıq ki, bəs bir yerdə görüşək. Mən təklif eləmişdim ki, gəlin Tiflisdə görüşək. Uzun sözün qısası sonra belə danışdıq ora-bura və ən uyğun qərar, ən belə münasib, ideal qərarı oldu ki, mən gedirəm Türkiyəyə, qardaşımla görüşürəm, həm Ankaranı biraz gəzmiş oluram. Türkiyəni bir iki gün gəzirəm, sonra da qardaşımla bir yerdə gedirik Azərbaycana. Ailəmlə vaxt keçirdirik, görürük bir-birimizi falan. Türklər demiş, hasret gideririk. Sonra mən təzədən qayıdıram Tiflisə. Mən bütün bunları, yəni 3 biletin içində eyni gündə almışdım. Buradan Ankara'ya, Ankara'dan Bakıya, Bakıdan təzədən Tiflisə. Yəni getməmişdən əvvəl bura gəliş biletini də almışdım ki, yəni gedib orada ilişib qalmayayım. Belə, bu prosesdə yenə də bir ay çəkdi. Noyabrın 1-i təzədən Azərbaycandan Tiflisə qayıtdım. Başladım təzədən işləməyə. Qayıdandan sonra biraz xəstəlik, biraz nəsə belə boşluq, depresiv, nə bilmirəm, o şeyi izah edə bilmirəm. Amma niyəsə heç nə eləmək istəmədim bu 1-2 ay ərzində və sonunda bu günləri, bu tilsimi qırıb yenidən başladım videolar çəkməyə. Xüsusən də bunu nəyə görə istədim? Ətraf çox bombadır. İndi axşamüstü daha gözəl olacaq. Yeni il keçməmiş bu ətrafı sizə göstərməyim gəldi. Belə, mənim üçün əla bir qığılcım oldu. Və yeni ilimiz mübarək. Amma video burada bitmir. İndi isə bəzi ümumi bu başıma gələnlər, problemlər falan filan. Biraz da növbəti planlardan, ümumiyyətlə bəzi fikirlər falan bölüşmək istəyirəm. Öncəliklə Pulsuz Dünya Turu adı ilə çıxdığım yolda 1 il 3 aydır ki, Tiflisdəyəm. Arada Türkiyəyə, Azərbaycana gedib qayıtdığım oldu, dediyim kimi. Bu Pulsuz Dünya Turu adı ilə çıxdığım yolda heç qazanmadığım, həyatım boyu qazanmadığım qədər pul qazandım. Bəlkə bir 15-20 min, bəlkə daha çox
pul qazandım və bir o qədər də xərclədim. Hostelin kirayəsi, mopedin aylıq kirayəsi, benzin, nə bilim, bank kartı açdım, nömrə aldım və s. və s. və s. Və əslində qaçdığım deməyim, sadəcə uzaqlaşmaq istədiyim bu sistem çarxından qaçıb əslində təzədən o çarxın içinə düşmüş oldum biraz. Amma bu yolda o qədər çox şey öyrəndim. Yəni dediyim kimi bir il əvvəl uşaq idim və bu günlər ərzində həddindən artıq çox şey öyrənmişəm və çox təcrübələrim olub və qətiyyən peşman deyiləm ki, mən hələ də buradayam. Ümumiyyətlə, mənim səyahət anlayışım biraz fərqlidir. Mən dünya turu deyəndə bu o demək deyil ki, mən tez-tez filan ölkələri gedəcəm və deyəcəm ki, mən filan ölkədə oldum. Mənim üçün səyahət bu deyil. Mən olduğum, xüsusən də xoşuma gələn yerlərdə minimum 2-3 ay qalıb, həmin yerin yerli insanlarına qarışmaq, insanlar nə edir, nə işlə məşğul, oranı tam belə içimə hopdurmaq istəyirəm və bu mənim üçün daha xoşdur. Yəni mənim üçün səyahət anlayışı, tutaq ki, Gürcüstana gəlmişəm və yaxud da Tiflisdəyəmsə, burada 5 gün qalıb başqa bir yerə getmək mənim üçün mən Tiflisdə olmuşam demək deyil. Bu mənim üçün səyahət deyil. Mənim səyahət anlayışım biraz fərqlidir. Olduğum yerlərdə minimum 1-2 ay qalmağı düşünürəm. Və eyni zamanda bu günlər, bu aylar ərzində çox şey dediyim kimi öyrənmişəm, çox şey təcrübə eləmişəm. Mən hətta belə deyim də, yəni yola çıxıb qolbaq sataraq başlamışdım bu yola və pulsuz çıxmışdım və mən pulsuz çıxdığım yolda qolbaq satmaqdan başlayaraq, yəni o günlərdən başlayaraq yatırım nədir, iqtisadiyyat nədir? Ya bunların hamısını universitet vaxtlarında falan həmişə eşitmişəm, görmüşəm, amma ortada bilsiz fərqi nədir? Sən Azərbaycanda, universitetdə bu şeyləri hansısa imtahanı keçmək üçün sadəcə əzbərləyirsən, amma nədir, nə işə yarayır, heç bir fikrin olmur. Yəni biz elə böyüyürük Azərbaycanda adətən. Amma sən bunu real olaraq tək başına yaşayanda, bütün bunları təcrübə eləyəndə hamısını öyrənmiş olursan və dediyim kimi yatırım nədir, iqtisadiyyat nədir, birləşmiş faiz effekti nədir? Bütün bunları yola çıxandan öyrənməyə başladım. Hətta keçən ilin, səhv eləmirəmsə, oktyabrından başlayaraq hər dəfə nə bilim əlimə pul düşdükcə 5 manat, 3 manat, 10 manat fürsət düşdükcə yatırım eləməyə çalışmışam. Hissə sənədi nədir? Dividend nədir? Bütün bunları bu yolda öyrəndim. Və bunları daha öncə dediyim kimi universitet vaxtında falan dərs olaraq keçmişəm, eşitmişəm, amma nədir, nə işə yarayır, heç vaxt belə ciddi bir fikrim olmamışdı və hamısını bu yolda öyrənmiş oldum və təkcə bu yatırım mövzusunda deyil də, yəni bir çox mövzuda bir çox şeyi öyrənmiş oldum və dediyim kimi qolbaq satdığım dövrlərdə belə hər dəfə 3 manat, 5 manat yatırım eləməyə, hansısa hissə sənədləri almağa çalışdım və bəlkə növbəti videolarda bunlardan da yeri gəldikcə söhbət eləyərəm. Bu arada qeyd edeyim ki, Leo Bankda hissə sənədləri, nə bilim, və s. dividend verən hissələr falan almağa başladım. Və bunlar böyük məbləğlər deyil, çox kiçik məbləğlərdir və bunları ilk başlayanda öyrənmək üçün eləyirdim və həqiqətən də işə yaradı və çox şey öyrəndim. Bu arada Leo Bank referral linkini aşağıda qeyd eləyəcəm. Tövsiyə eləyərdim istifadə eləməyinizi. İstəsəz aşağıda linkdən, qeydiyyatdan keçsəz, həm sizə, həm mənə kiçik bir məbləğ gələcək. Amma yəni bu şey deyil də, mənə dəstək olun zat deyil. Sadəcə dediyim kimi böyük məbləğlər yox, amma kiçik məbləğlərlə həm özünüzü test edin, həm də
həqiqətən də başa düşəcəksiniz ki, hər şeyi başa düşürsən, yəni həyatda, dünyada nə üçündür, pul nəyə lazımdır. Məsəl üçün fikrindəydim də ki, yəni pul çox önəmsiz bir şeydir, pul boş şeydir falan. Pul boş şey deyil, amma pul hər şeydə deyil. Məsəl üçün yola çıxmaq üçün pulum olmalıdır deyə bir şey yoxdur. Yəni sən pulsuz da yola çıxa bilərsən. Amma pul çox bomba, çox qəşəng bir sözü tapa bilmirəm. Vasitədir. Əslində vasitə deyil, o sözü tapa bilmədim, hal-hazırda ağlıma gəlmir. Yəni həqiqətən də pul çox gözəl bir vasitədir nələrəsə çatmaq üçün və onu necə istifadə eləmək lazımdır, bunu öyrənmək lazımdır. Mən məsəl üçün bunu daha əvvəl də Azərbaycanda daha öncəki videolarda qeyd eləmişdim. İsmayılda evimiz var və onu kirayə veririk və mən 2 il bundan yola çıxmamışdan əvvəl orada qalıb kirayə işi ilə falan məşğul idim. Onda da eləyirdim, amma sonra buraxmışdım. Amma bu yola çıxdığımdan, bu oktyabrdan sonra, ilk bir aydan sonra hər gün, hər ay, hər günümün bütün xərclərimi özümdə not olaraq qeyd edirəm. Məsələn, 1 lari verib çörək belə alanda onu özümdə qeyd edirəm. Daha sonra sən baxıb görə bilirsən ki, sənin nəyə xərcin çıxır, sən nəyə pul xərcləyirsən. Nəyə daha çox xərcləmək okeydir, nəyə daha çox qənaət eləmək olar. Və bütün bunlar, yəni pul üzərindən izah edirəm bunu, amma məsələ pul deyil. Sən bütün özünlə bağlı, həyatınla, elədiklərinlə bağlı hər şeyi gözünün qabağında görə bilirsən. Və bu çox möhtəşəm bir şeydir. Bunu qeyd eləmək istirdim. Bəzi şeylər var ağlımda, belə qarşı-qarşı mövzulara keçirəm sadəcə. Bu videonu bitirib artıq növbəti videolardan maraqlı şeylərə keçmək istəyirəm. Sadəcə bu arada ağlımda qalan boşluqları doldurmaq istəyirəm ki, həmin bu ortadakı 8 ayı keçid olaraq keçmiş olaq və növbəti videolar daha gözəl, daha maraqlı olsun. Növbəti eləmək istədiyim planlardan biraz danışmaq istəyirəm. Qarşıda hal-hazırda 30 dekabrdır, sabah yeni il günüdür və yeni ilə 2026-ya keçirik. Növbəti planlarım nədir? Bu planlar dediyim kimi məndə həmişə təxmini planlardır və yolda hər şey heç gözləmədiyim formada dəyişə bilir. Hansı ki, gördüyünüz kimi 8 ay əvvəl son videonu paylaşmışam və onda qeyd eləmişdim ki, mən çıxdım çadırda qalmağa. Hansı ki, 2 gün sonra bütün hər şey tam başqa cür istiqamətlənməyə, fərqli şeylər baş verməyə başladı. Eləmək istədiyim şey növbəti 5 ay ərzində ən azından yaya qədər burada qalıb işləmək, biraz pul toplamaq və bu müddət ərzində ola bilər ki, artıq hosteldə qalmaq istəmirəm, amma ola bilər hosteldə qalmağa davam edərəm. Amma ayrı ev, uyğun bir yer tapa bilsəm, bəlkə ayrı evə çıxdım. Eyni zamanda bu yay gəlib, yay gələndə, hava isinəndə bir müddət sonra ola bilər ki, başqa ölkələrə gedərəm. Yay gələndə, indi məsələn soyuqdur, keçən il də bunu düşünürdüm. Hətta bu qışı mən bu günləri burada keçirməyi düşünmürdüm. Fikirləşirdim ki, artıq başqa yerdə olaram, amma dediyim kimi, sən saydığını say, gör fələk nə sayır. Ola bilər ki, yay gələndə, hava isinəndə şimal ölkələrinə get. Şimal dediyim Qazaxıstan, Özbəkistan, Tacikistan, oraları yayda keçməyi, sonra üzü cənub və üzü şərqə doğru getmək istəyirəm. Filippin, Tayland falan. Amma ola bilər ki, yenə də deyirəm, bəlkə də bir neçə il burada qalaram. Digər ola biləcək şeylərdən biri, bu 5 ay ərzində yaxşı pul toplaya bilsəm, kiçik bir avtobus alıb, onu mini karavana çevirib, onu ilə burada qalmış da ola bilərəm. Bu iki variantın heç biri olmamış da ola bilər və burada qalmağa davam eləmiş də ola bilərəm. Tam başqa bir ölkəyə də getmiş ola bilərəm. Amma təxmini ağlımda olan hal-hazırda budur ki, bu 5 ay burada işləyirəm
biraz pul toplayıram. Yay gələndə dediyim ölkələrə gedirəm və yaxud da kiçik bir avtobus alıb onu karavana çevirib biraz oyundan gəzirəm Gürcüstanı. Ağlımda bu ikisindən biri var. Bir daha qeyd edirəm, tam başqa şeylər də olmuş ola bilər. Bu arada mən burada artıq 8 aydır ki, kuryerlik edirəm. Son dövrlərim tənbəlliklə keçib, çox işləməmişəm. Ona görə də yəni gələndə Azərbaycandan qaydanda noyabrın 1-i heç bir borcum, xərcim yox idi, hətta biraz da pulum var idi. Amma hal-hazırda elə deyil, sıfıra düşmüşəm, amma qətiyyən peşman deyiləm və hamısı həll olunacaq. Bu arada ilk başlayanda mən Yandex'dən işləyirdim burada. Yandex, bunlardan daha sonra danışacağım. Kuryeri, hansı necədir, Yandex. Burada var Yandex, Bolt, bir də Glovo. Yandex'dən sonra 3 ay, 4 ay işlədim. Sonra Glovo'ya keçdim. Glovo'ya necə keçdim? Əslində Glovo hesabı açmaq üçün maraqlandım ora-bura. Tam deyir ki, Glovo daha yaxşıdır. Amma getdim ofislərinə falan dedilər ki, Gürcü vətəndaşı deyilsənsə, Glovo ilə işləyə bilməzsən. Bir dostum var, Hacı. İzləyirsənsə sənə buradan sevgilər. Və onun səfərəmizə bibisi oğuldu. Yadından çıxıb, xalası oğuldu olmuş ola bilər. Hər nəysə, bir qohumunun burada yaşayır. Gürcü Azərbaycanlısıdır, amma Gürcü vətəndaşıdır da, belə deyim. O sağ olsun, bir heç bir şeyə ehtiyac yoxdur, bəs mən sənin üçün açıb verərəm. Çox sağ olsun, o mənim üçün hesab açdı və verdi. Və sadəcə belə də 1% vergi ödəyirsən burada Gürcü vətəndaşı olaraq. Əgər kiçik sahibkar kimi qeydiyyatdan keçmisənsə və vətənin varsa. Bir müddət onu ilə işlədim. Sonra hardasa bir 2 ay bundan əvvəl, elə Azərbaycandan gələndən bir az sonra təzə adaptasiya olub təzədən işləməyə başlayırdım ki, xəstələndim. Bir-iki həftə xəstə keçirdim. Sonra özümə gəldim, dedim, okey, artıq işləməliyəm, çıxım işləyim. Baxdım ki, Glovo hesabımı bloklayıb və sadəcə bu 10 gün ərzində aktiv olmamışam deyə hesabı bağlayıblar. Maraqlandım ora-bura. Bu arada bu hesabı, Glovo hesabını falan normalda aylıq 150-200 liraya verirlər. Hansı ki, bu kifayət qədər böyük məbləğdir. Yəni, gərək hər gün minimum 8-10 saat işləyəsən ki, o sənə sərfəli olsun. Amma hər bir halda dediyim kimi Yandex'dən daha yaxşıdır Glovo. Nəysə, Glovo hesabımı blokladı, maraqlandıq, aça bilmədik, dedilər bir ay sonra sınaq müddəti zat, bir ay sonra gəlin bəlkə açdıq zat. Dedim okey. Ondan sonra bu qış gəldi, işçi tələbatı çoxaldı, belə başa düşdüm. Və artıq bu şeyi götürdülər bir ay bundan əvvəl. Yəni Gürcü vətəndaşı olmasan da Glovo'da hesab aça bilirdin artıq. Getdim Glovo hesabı açdım təzədən özüm üçün. Artıq sırf özümün idi. Əvvəl bu dediyim qaqaşın hesabı ilə işləyirdim. O, yəni mənə gələn pul ona gəlirdi, o da mənə göndərirdi həmin pulu. Çox sağ olsun, yəni deyirəm. Sadəcə 1% hər ayın 15-i nə qədər qazanmışdımsa, onun 1%-ni vergiyə verirdim. 1%-ni də mühasibə verirdim. Buxaltıra verirdim. Və həqiqətən çox sərfəli idi. Sadəcə mən heyf ki, o günlər ərzində kifayət qədər tənbəllik eləmişəm. Çox da işləməmişəm. Nəsə getdim, təzə account açdım, təzə hesab açdım Glovo'da. Amma Glovo'da dedilər ki, sən əgər kiçik sahibkar kimi qeydiyyatdan keçməmisənsə, elə bir vergi ödəyicisi deyilsənsə burada, 25% avtomatik olaraq sənə gələn gəlirdən tutulacaq ki, 25% kifayət qədər böyük məbləğdir. Yandex elə tuturdu. Yəni, hər bir halda Yandex'in həm tutduğu vergi çox idi, həm də əməlli başlı müştərilərinin keyfiyyət fərqini hiss edirsən. Yəni, Glovo'nun müştəri təbəqəsi daha keyfiyyətlidir. Nəsə 25% vergi tutulur hal-hazırda. Mən də belə qərara gəldim ki, yeni il keçsin, bu tətil günləri bitsin. Gedib özümə kiçik sahibkar kimi qeydiyyatdan keçəcəm burada və böyüyün açacam, belə deyim.
bizim şeylə desəm. Ondan sonra yenidən 1% vergi ödəməklə, Glovo ilə işləməyi düşünürəm. Arada bir-iki gün Voltla işləməyi də yoxladım. Yenə həmin bu Qaqaşın akkauntu ilə, hesabı ilə. O mənə hətta Voltu da təklif elədi, Voltu da təklif elədi. Glovo'nun da yenə də çox sağ olsun, heç bir şey də tələb eləmədi qarşılığında. Nə qədər dedim ki, abəs elə belə. Kibəs. Gəl mən sənə oradan faiz vereyim falan. Yox, elə danışsan. Sən dostumun dostusan, elə şey olmur bizdə. Dedim, ürəksən, möhtəşəmsən. Dediyim kimi, indi hesab açdım, 25% çıxırlar hal-hazırda. Amma yeni ildən, ayın hardasa 300-500 adı gedəcəm yenidən. Bütün bu prosesləri keçəcəm. Əgər sizə də maraqlıdırsa, ümumiyyətlə, nə sualınız varsa, burada dediyim kimi artıq kifayət qədər təcrübəliyəm. Hər yeri tanıyıram. Kuryer işləmək möhtəşəmdir səyahət edəndə, çünki hər yeri tanıyırsan. Yəni, turistlərin getmədiyi yerlərdə belə olmuşam. Amma məsəl üçün, gələndən demişəm ki, gedib o kanata minəcəm. Mən gedib falan yeri görəcəm. O kanata minilən yerində də olmuşam, düşülən yerində də olmuşam, amma o kanata minməmişəm hələ. Hansı ki, 2 lar idi cəmsi. Amma əvəzində dediyim kimi, bir turistin kəşf eləyə bilməyəcəyi möhtəşəm yerlərdə olmuşam. Kuryerin sayəsində. Bütün küçələrdə olmuşam da, yəni. Bəzən Google Maps açıram, deyir ki, məsələn, get oradan fırlan, falan yerə get, sifarişi çatdırın. Get buradan, mən buradan kəsə yol verirəm zat. Artıq yəni o səviyyədə. Dediyim kimi, nə sualınız varsa, istər kuryeri ilə bağlı, istər, nə bilim, səyahət eləmək, səyahətdə pul qazanmaq, nə bilim, genel olaraq mən harda neynəmək falan zat. Nə sualınız varsa yazın. Həqiqətən məmnuniyyətlə cavablayaram. Artıq demirəm, dəstək olun falan filan. Ürəyinizdən keçsə ola bilərsiniz, amma artıq çox da belə şey deyil. Ehtiyacım yoxdur. Vaxtında mənə dəstək olan hər kəsə buradan təşəkkür edirəm. Bunların arasında bəzi yaxın dostlarım, bəzi qohumlarım, xüsusən də ailəm. Yəni demirəm, mən şey kimi anlaşılmasın ki, yola çıxmışam pulsuz, amma pastayanlı, davamlı olaraq sənə dəstək olublar, ona görə gəzmirsən falan. Yox, yəni o səviyyədə dəstəyi nəzərdə tutmuram, amma yeri gələndə, lazım olanda, ehtiyacım olduğu anlarda ətrafımdakı dəstək olan bu insanlara təşəkkür edirəm buradan. Hansı ki, özləri, əgər bu videonu izləsələr, biləcəklər. Tək-tək adlarını çəkməyə və yaxud da kim olduqlarını deməyə ehtiyac yoxdur və sadəcə minnətdaram. Üşüdüm. Belə, çox şey var idi ağlımda. Böyük ehtimal ki, bəzilərini unutdum. Bəziləri də gəldikcə bölüşəcəm. Növbəti videolar çox daha maraqlı olacaq deyə düşünürəm və ümid edirəm. Növbəti videoda bu arada göstərdiyim buradakı bit bazarını gəzdirəcəm sizə və qiymətləri falan soruşub sizə göstərəcəm. Bu arada bu video burada bitmir hələ. Çünki indi nə edirəm? Keşiyimi yığıram, gedirəm, qayıdıram hostelə. Bu çantanı qoyuram, ayaqqabımı geyinmək. Normal ayaqqabı, yəni bot giyinirəm normalda. Adi krasovka ilə çıxmışam və ayaqqabımı dəyişəcəm, çantamı qoyacam. Kuryer çantamı götürüb çıxıb işləyəcəm. Bu prosesdən də biraz sizə videolar çəkməyə çalışacağım. Ümid edirəm ki, bu sinəmdəki şeyi də daha doğru açıda, daha doğru bucaqda tutuzdura biləcəm. Onu da yoxlamaq istəyirəm. Növbəti eləmək istədiyim şeylərdən biri də GoPro almaqdır. Onu kaskaya bağlayıb daha keyfiyyətli videolar və gündəlik maraqlı şeylər bölüşmək var ağlımda. Bu arada bir dostum var, yaxın dostum, GoPro'sunu mənə vermək istəyir növbəti günlərdə. Ona da buradan təşəkkür edirəm. Özü bilir kimdir və əminəm ki, bu videonu izləyəcək. Sənə bolluca sevgilər və təşəkkürlər. Gedək biraz da kuryerliyi sizə göstərim, işləməyi göstərim və bu günləri dediyim kimi yeni il ərəfəsidir. Normalda olandan biraz daha çox olacaq qazandığımız pul. Amma yenə də neçə saat işləsəm, nə olsa, nə qədər qazancı oldu falan, hamısını sizə göstərəcəm. Telefonda da göstərəcəm, falan saata, falan qədər gəlirimiz oldu zat. Çıxaq işləyək, çünki artıq
Yeni ilə ayın 3-ü 5-inə qədər istəyirəm ki, heç bir xərcim, borcum qalmasın və müsbətə doğru arta-arta bunu aparmaq istəyirəm. Bu sizinlə bir yerdə daha xoşdur mənə, çünki həm motivasiya verir, həm özüm zövq alıram bu prosesdən. Videomu bəyənin bu arada. Bunları artıq deməyi eləmişəm, bir daha deyirəm. Yəni artıq eləmirəm ki, mənə dəstək olun, videonu likelayın zat. Amma xatırlatmaq, təcrübə və statistika bunu göstərir ki, xatırlatmaq həqiqətən işə yarayır və bir çoxunuz əslində bunu istəsə də bir çoxunuz unudursuz, yaddan çıxır, videoya baxmısınız və xoşunuza gəlib ola bilər, amma bunları eləməmiş, keçmiş ola bilərsiniz. Eləməyiniz daha xoş olar. Əgər bəyəndisə bəyənin, abunə deyilsə abunə olun. Dəstək olmağa ehtiyac yoxdur, amma belə ürəyinizdən keçsə, aşağıda link zad var. Onlara da göz gəzdirə bilərsiniz. Hamınızı sevirəm. Gedək biraz da işləyək. Hava soyuqdur, hərəkət eləmək lazımdır. Belə, getdik. Sevgilər. Bu arada bu park çox möhtəşəm parkdır həqiqətən. İndi hava soyuqdur, qışdır da. Amma yayda axşamüstülər bütün bu otluqların üstü adamla dolu olur. Hamı piknik edir, söhbət edir. Uşağı ilə, iti ilə, pişi ilə, nə bilim, topu ilə, frizbisi ilə, zadı ilə gələnlər olur. Oradan sən uşaqlar məndə dərəcədə görünür. Skate meydançası falan var. İnsanlar əylənirlər. Parkın hər yerində belə, bir çox yerdə belədir bu, təkcə bu parkda deyil. Su var. Ümumiyyətlə burada park çoxdur. Onu da deyim. Orada məsəl üçün Dunkin var. Dunkin'dən bir neçə dəfə sifariş götürmüşəm. Və yolda o qədər maraqlı hadisələr baş verir. Ümumiyyətlə bu günlər ərzində başıma elə şeylər gəlib ki, indi bəzilərini danışmadım. Bəzilərini ümumiyyətlə danışa bilmirəm, bölüşə bilmirəm. Çox belə maraqlı adamlarla görüşdüyüm olub burada. Qaydıram təzədən mopedi götürüm. Bu arada bu sinəmə taxdığım şeyi açıb tərsinə bağladım. Qayıdış yolunda eləyəcəm. Çəkəcəm və hostelə qaydanda bunu yoxlayacam görüm. Daha normal görüntü əldə edə bilirəmmi? Səs çox kifayət qədər yaxşı çıxır. Kaskanın içində ağzımın yanına bağlamışdım mikrofonu. Mən fikirləşirdim ki, moped sürəndə küləkdən heç nə eşidilməz. Amma kifayət qədər yaxşı eşidilir. Çox soyuqdur. Üşüyürəm. Sizə biraz kuryerliyi, bir də əgər o vaxta qədər donmasam, çox yorğun olmasam, şəhərin axşam mənzərəsində hər yeri möhtəşəm bəzəyiblər. Yəni burada həqiqətən yeni il olduğum hiss eləmək olur. İliklərinə qədər hiss eləyə bilirsən ki, yeni ildir. Hər yeri bəzəyiblər falan. Çox qəşəngdir. Bu arada keçən il bu vaxtı burada aksiyalar var idi və mən aksiyadaydım. Onu xatırlayıram. Mən mopedi orada saxlamışdım. Unuttum elə bir. Yuxarıdaydım məncə, bu qədər gəlməmişdim. Mopedimi tapsam zor olacaq. Mopedimi sevirəm bu arada. Möhtəşəm mopeddir. Yoxsa bilmirəm, harada saxlamışdım. Allah. Mopedim. Lan haradasan? Aha, tapdım seni. Ümid edirəm daha normal görüntü olacaq və səs də normal eşidilir. Getdik.
hostelə bir 5-10 dəqiqə dincəlib işləməyə. Buna protiv deyil də məncə, yox. Deyil. Ay dayı, vuracam axı səni. Bu dəfə vurmuram. Moped sürmək möhtəşəm bir şeydir. Bundan sonraki həyatımı, yəni indiyə qədər belə değildi. Heç təcrübəm olmamışdı. O ki, bir-iki kuruq belə dostumdan, tanışımdan götürüb sürmüşdüm, amma heç belə uzun müddətli özümə aid bir mopedim zadım olmamışdı. Yenə də özümə aid deyil, kirayədir, amma artıq 8 aydır ki məndədir o. Artıq mənim kimidir. Bu arada, bayaqki söhbətlərdə heç onu demədim. Arada mopedim motoru xarab oldu, bir dənə nə bilim yolda qaldım falan. Yəni belə şeylər də baş verib. Arada nə bilim bir 10-15 gün mopedlə əlləşdiyim zat. Ne deyirdim? Bundan sonraki həyatımı mopedsiz təsəvvür edə bilmirəm. Çox ciddiyəm. Yəni nə bilim bu azadlıq. Ürəyim istəyən vaxt oturub ürəyim istəyən yerə gedirəm də yəni. Bəlkə də taksiyə zada nəqliyyata verəcəyim xərcləri çıxsaq elə kirayəni çıxardardım. Soyuqdur ama soyuq. Qaqa var yol mənimdir. Qaqa var. Burada mənim deyil. Ümid edirəm nəsə normal düşür də yəni. Sürün qaqaş, sürün. Bir anlıq əlimi cibimə atdım ki, o mənim telefonum hanı. Yadıma düşdü ki, biri buradadır, biri də çəkir. Çəkəndir. O nə oldu? Bu qədər popcorn var axı burada. Bu arada bu sağı yox, göstərə bilmirəm. Sağda maraqlı klublar var. Orada gələm. Hay, üşüyürəm, qaqaş. Parmaqlarım dondu orada. Otura-otura, götüm dondu. Çox dayandı, zəysiz. Bu aralardan keçmək var, elə ləzzət edir. Hamı bir alanda sən gedirsən. Özümü çox xoşbəxt hiss edirəm. Uzun aradan sonra video çəkdiyim üçün. Qaqam bir də hemen buradan sağa girsəm icazənlə. Dın dın dın. Bu arada bilmem görünür orada yoksa yok. 53.431 hal-hazırda kilometraj. Mən götürəndə oradasa dəqiq yadımdan çıxıb baxıb yaza da bilərəm bura. 25-30 min civarındaydı. Yəni minimum 20.000 kilometr getmişəm bu 8 ay ərzində. Ki mən belə çox tənbəl işləmişəm də, yəni nə bileyim. Arada çıxıb 2 dənə sifariş aparıb qayıtmışam. Aradan 10 gün işləməmişəm. Ya çox babat pul toplamış ola bilərdim indiyənə qədər, amma heç özümə şey eləməmişəm də, elə əziyyət verməmişəm. Amma yəni bu əziyyət anlamında deyil. Yenə də mən belə xoşuma gəlir, kayıfdan işləyirəm. Arada denarımla nəsə alıram, kovazat içirəm, məsəl üçün də. Yəni belə durmadan işləm, tez onu çatdırım, bunu çatdırım ki, pul götürüm, pul qazanım, o şeydə deyiləm. Amma təzdən o enerji, o həvəs qayıdıb mənə. Həm videolar çəkmək istəyirəm, həm pul qazanmaq istəyirəm. Eləmək istədiyim çox şey var. Qayıtdıq uşaqlar, qayıtdıq bizim məhəlləmizə. Mən orada qalıram, mənim hostelim. Ümid edirəm normal düşüb bu dəfə kadrlar. 77. Burada mənim parkovka zonamdır.
Bu stolmanın altı. Getdik. Gedirəm, bir 5-10 dəqiqə dincəlirəm. Nə varsa. 5-10 dəqiqə dincəlim, bu sonuncu kadra baxım görüm normal nəsə görünür yoxsa yox. Ondan sonra çıxacağam işləməyə. Videoya devam. Sevgiler.